Yeremiya 11-ci fəsil. Allahla olan əhdə xəyanət. Rəbdən Yeremiyaya bu söz nazil oldu. Bu əhdin sözlərinə qulaq asın. Yahuda adamlarına və Yerusəlimdə yaşayanlara söyləyib bildirin ki, İsrailin Allahı Rəbb belə deyir. Bu əhdin sözlərinə qulaq asmayana lənət olsun. Bu əhd barəsində mən atalarınızı Misir torpağından, dəmir əridən sobanın içindən çıxardığım vaxt əmr eləyib dedim, mənim sözümə qulaq asın, sizə əmr elədiyim hər şeyi eləyin, onda siz mənim xalqım, mən də sizin Allahınız olacağım. Belə eləsəz, mən də atalarınıza and içib vəd verdiyim şeyə əməl eləyərəm. Bugün sizin olan torpağı, süd və bal axan torpağı sizə verərəm. Mən də cavab verib, amin ya Rəbbim, dedim. Rəbb mənə dedi, bu sözlərin hamısını Yahuda şəhərlərində və Yerusəlim küçələrində car çəkib söylə. Bu əhdin sözlərinə qulaq asın, onlara əməl eləyin. Bəli, atalarınıza onları Misir torpağından çıxardığım gündən indiyə qədər ciddi xəbərdarlıq elədim. Onlara dəfələrlə xəbərdarlıq eləyib dedim, mənim sözümə qulaq asın. Ancaq onlar qulaq asmadı, diqqət eləmədi, inadkarlıqla qara ürəklərinin istədiyinə uydu. Buna görə də mən əhddə deyilən bütün cəzaları onların başına gətirdim. Mən onlara bu əhdə əməl eləməyi əmr eləmişdim, onlarsa əməl eləmədi. Sonra Rəbb mənə dedi, Yahuda adamları və Yerusəlimdə yaşayanlar arasında bir qəsd üzə çıxdı. Sözlərimə qulaq asmaq istəməyən əcdadlarının günahlarına qayıtdılar, başqa Allahların tərəfdarı olub onlara qulluq elədilər. İsrail və Yahuda nəsli onların ataları ilə bağladığım əhdimi pozdu. Buna görə də Rəbb belə deyir. Mən onların üzərinə bəla gətirəcəyəm və onun içindən çıxa bilməyəcəklər. Onlar mənə üz tutub fəryad eləyəcək, amma mən onları eşitməyəcəyəm. O zaman Yahuda şəhərlərinin əhalisi və Yerusəlimdə yaşayanlar gedib buxur yandırdıqları Allahlara üz tutub fəryad eləyəcək, amma başlarına bəla gələn vaxt bu Allahlar onlara heç kömək eləməyəcək. Çünki şəhərlərinin sayı qədər sənin bütlərin var, ey Yahuda. Siz Yerusəlim küçələrinin sayı qədər rüsvayçı şeylərə qurbangahlar, Baal bütlərinə buxur yandırmaq üçün qurbangahlar düzəltdiniz. Sən bu xalq üçün dua eləmə, onlar üçün yalvarıb xahiş eləmə, çünki fəlakətlərindən ötürü mənə tərəf fəryad eləyəndə qulaq asmayacağam. Sevimli xalqım, pis niyyətlər qurarkən mənim evimdə nə işin var? Təqdis olunmuş ətin çoxluğu ilə üzərinizdən bəla çəkilərmi? Çünki sən pis iş görəndə sevinirsən. Rəbb sənin adını dadlı meyvəsi olan yaşıl zeytun ağacı qoydu. İndi isə böyük fırtınanın gürültüsü ilə ağaca od vuracaq, onun budaqları qırılacaq. Səni əkən ordular Rəbbi başına fəlakət gətirməyə qərar verdi. Çünki İsrail və Yahuda nəsli pislik elədi, Baal bütlərinə buxur yandırmaqla məni qəzəbləndirdi. Yeremiyaya qarşı qəsd. O vaxt Rəbb onların elədiklərini mənə göstərdi. O bunu mənə aşkar elədi, mən də xəbərdar oldum. Mənsə kəsilməyə aparılan müti quzu kimi idim. Bilmirdim ki, onlar ağacı və meyvəsini məhv eləyək, onu dirilər arasından yox eləyək ki, adı bir daha xatırlanmasın deyərək mənə qəsd qururlar. Ancaq ey ordular Rəbbi, ürəkləri və fikirləri sınayan ədalətli hakim, mənə imkan ver ki, onlardan alacağın qisasını görüm. Çünki mən öz işimi sənə tapşırdım. Buna görə də Rəbb səni öldürmək istəyən və Rəbbin adı ilə peyğəmbərlik eləmə, yoxsa bizim əlimizdə ölərsən deyən Anatot əhalisi barədə belə deyir. Bəli, ordular Rəbbi belə deyir. Bax, mən onları cəzalandıracağam. Cavanları qılıncla həlak olacaq, oğul və qızları aclıqdan öləcək. Onların nəsli də qalmayacaq, çünki mən onlar üçün cəza gəldiyi ildə Anatot əhalisinin başına fəlakət gətirəcəyəm.